Değerli izleyiciler, hamınızı salamlayırıq, kanalımıza xoş gəlmisiniz. Bugün biz şaftalı konservası hazırlayırıq. Şaftalını qışa müxtəlif üsullarla tədarik edirlər. Mürəbbəsini, cemini, kompotunu və s. hazırlayırlar. Bugün biz həmin üsullardan birini, bunlardan sadaladıklarımdan daha fərqli bir üsulu sizinlə bölüşəcəyik. Artıq biz albalını və qaysını əriyi öz şirəsində bağlamışıq. Bu günləri şaftalını da öz şirəsində bağlayacağıq. Əgər sizin üçün maraqlıdırsa, necə hazırladığımızı görmək istəyirsinizsə, bizimlə qalın. Birinci şaftalları təmizləyirik. Sonra bir-bir onların qabıqlarını soyuruq. Elə şaftallar var ki, qabıqları çox rahat soyulur. Əgər elə soyulursa, elə də soymaq olar. Və yaxud da üzərinə qaynar su töküb, sonra götürüb soymaq da olar, daha rahat soyulmağı üçün. Mən bu qaydada soyuram. Nazik şəkildə üzərinin qabığını soyuram. Bir tərəfdə mən artıq şaftalları doğrayıb yıxacağım bankaları sterilizə etmişəm buxarda və bir kənara qoymuşam. Gördüğünüz kimi bu qaydada soyuruq və başqa bir qabın içərisinə yığırıq. Bu qaydada davam edirəm. Şaftalların hamısının qabığını soyduq. İndi bir-bir götürüb dilimləyirik və bankaların içərisinə doldururuq. Əgər sizdə xırdadsa 2 yerə də bölə bilərsiniz. Ve üzerinden şeker tozu. Bir qat şaftalı, bir qədər şeker tozu. Ve bir qat da şaftalı düzəndən sonra ve üzerinden yenə də bir qədər şeker tozu tökürük. Ve dolana qədər üzərinə meyvələri qoyuruq. Baxın, bu qaydada bankanı doldurduq və qapağını yüngülvari qoyuruq. Bir kənara qoyub digər bankaları da həmin qaydada doldururuq. Mən artıq 2 bankanı doldurmuşam, indi 3-cü bankanı doldururam. Mən hər bankaya 2 xörək qaşığı gördüyünüz kimi şeker tozu əlavə etdim aralarına. Əgər kiloluq bankadırsa mən 3 xörək qaşığı əlavə edirəm. Mən indi hazırladığım banka 720 qramlıqdır. Ona görə 2 xörək qaşığı əlavə edirəm. Həm də biz çox şirin sevmirik. Bu qaydada şeker tozunu əlavə edirəm. Bir qat yığıram, şeker tozu əlavə edirəm. Yenidən üzərinə meyvələri yığıb yenidən şeker tozu əlavə edəcəm və dolana qədər bankaya meyvələri yığacağım. Bir qədər əlinizlə vurun ki, meyvələr alta aşağı düşsün. Üzərindən yenidən boşluqlara yenidən meyvələri yığın. Ocağın üzerine qazanın içerisinde su koyuram. İçerisine bir parça salıram.
Su hələ soyuqdur. Bankaları qazanın içərisinə yerləşdirirəm. Bankaların boğazından bir qədər, yəni 1-2 barmaq aşağıya qədər su olmalıdır. Suyun içərisində olmalıdır. Su qaynara düşəndən sonra 15 dəqiqə su içərisində sterilizə edirəm. Əgər bu müddətdə meyvələr bir qədər aşağı düşəcək, üzərini yenidən doldura bilərik dolana qədər. Əgər suyu olmasa, suyu az olsa, onda biz üzərinə bir qədər su əlavə edə bilərik. Bu qaydada gözləyirik, sterilizə olur. Artıq su qaynara düşəndən sonra 10 dəqiqədir ki, qaynayır. Bir qədər meyvələr azaldı, aşağı düşdü. Mən üzərini doldurdum yenidən. Suyu öz suyundadır. Lakin suyu, baxın, gördüyünüz kimi bir qədər azlıq təşkil edir. Yəni 1-2 qaşıq üzərinə su tökməyə ehtiyac var. Yəni ki, tam suyun içərisində olsun. Mən içərisinə, baxın, görürsünüz, bir qədər su əlavə edirəm. Gördüyünüz kimi biraz da su salacaq. Bir 5 dəqiqədə mən bunu qaynadacağım. Bir salacaq. Bir qədər su əlavə etdim. Yenidən ağzını qoyuram, qapaqlarını qoyuram və 5 dəqiqədə sterilizə olur. Üzərinə bir qədər su əlavə edəndən sonra 5 dəqiqədə qaynatdıq. Sterilizə etdik. İndi bankaları bir-bir çıxarıb qapaqlarını möhkəm bağlayırıq. Həmişə də deyirəm, qapağın möhkəm bağlanmağına əmin olun. Tərs çevirib qulağınıza yaxınlaşdırın. Əgər fısıltı səsi gəlirsə, deməli yaxşı bağlanmayıb. Açıb qapağı yenidən bağlayın. Həm də fikir verin ki, qapaq deformasiya olunmuş olmasın. Bəzən olur ki, təzə aldığımız qapaqlar da yaxşı olmur. Tam bankanın ağzını tutmur. Bağladıkça tərs çevirib soyana qədər gözlədirəm. Soyandan sonra düzəldib dolaba yerləşdirirəm. Bu qaydada. Bu da mənim hazırladığım öz şirəsində şaftalı konservası idi. Konservləşdirilmiş şaftalı. Bundan qışda desertlərinizdə, piroqlarda istifadə edə bilərsiniz. Adi sürəyə verə bilərsiniz. Bu qədər. Əgər bu videonu bəyəndinizsə, like etməyi, kanalımıza abunə olmağı da unutmayın. Siz də hazırlayın, nuş olsun.